Bölgə TV xəbər verir ki, son illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən paytaxtda və bölgələrdə yaşıllıqların salınması, yeni meşə zolaqlarının yaradılması və təbiətin qorunması istiqamətində mühüm işlər görülür. Bu addımlar ekoloji tarazlığın bərpası və ətraf mühitin sağlamlaşdırılması üçün vacib hesab olunur. Lakin bəzi regionlarda mövcud ekoloji problemlər qalmaqdadır. Akstafa rayonundan bizə gələn məlumata əsasən əməkdaşlarımız rayonun Çorxələtli kəndində olmuş və nəticədə isə dövlət fondu torpaqlarına aid olan 5 hektardan artıq yaşıllıq əraziyə ciddi ziyan dəydiyi üzə çıxıb. Ərazidə xam mal götürmək üçün daxil olan qum-çınqıl karxanası yaşıllıqları icazəsiz şəkildə məhv edir. Maraqlı məqam odur ki, məsələ ilə əlaqədar Akstafa rayonunun icra hakimiyyətinin vəzifəli şəxsi Ramil Hacıyevin adı hallanır. Həmin gün rayon rəhbəri şəhid ailələrini ziyarət etdiyi halda icra hakimiyyətinin rəsmisi Ramil Hacıyev karxanda görünüb. Hadisə yerində olan əməkdaşlarımızın məlumatına görə Ramil Hacıyev karxanda etibarnamə ilə buradayım desə də, şəxsi avtomobili ilə həmin ərazidə olması suallar doğurub. Daha qəribəsi isə odur ki, onun atası Akstafa rayon bələdiyyəsinin sədridir. Ramil Hacıyev iddia edir ki, işlər qanuni sənədlərlə aparılır, lakin əməkdaşlarımız məsələ ilə bağlı aidiyyatı dövlət qurumları ilə əlaqə saxladıqdan sonra məlum olub ki, yaşıllığın götürülməsi üçün heç bir icazə sənədi verilməyib. Məsələ artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin nəzarətinə götürülüb və qurumun əməkdaşları ərazidə araşdırmalara başlayıblar. Biz inanırıq ki, bu qanunsuzluğa hüquqi qiymət veriləcək və yaşıllıqların kütləvi məhvinə səbəb olan şəxslər cəzalandırılacaq. Bölgə TV olaraq da bildiririk ki, süjetdə adı seçilən qurum və şəxslərin mövqeyini dinləməyə hazırıq. Araşdırmalarımız isə davam edir. Dilbər Vüqar qızı, Bölgə TV.